Yəqin ki, hər kəs gördü Səidə Bəkir qızının videosunu görüb ki, çıxıb efirdə danışır ki, şəhidlər uşaq pulu ilə böyüməyib, belədir, elədir. Nə vaxt xalqın yanında olmağı düşünürsən sən, Səidə Bəkir qızı? Xalqa görə tanınırsan sən, yəni xalq səni tanıdıb. Xalq sənin videolarını bəyənib, izləyib, komment yazıb, paylaşıb, tanıtdırıblar səni. Space-dən qolladılar, oradan qolladılar səni. Hər yerdən qolladılar səni, çıxdın axırda TikTokda özünə efir açdın. Xalqın hesabına pul qazansan, amma xalqın üzərinə elə yaxşı qışqıra-qışqıra danışsan ki, amma hakimiyyətin üzərinə qışqıra-qışqıra danışa bilmirsən ki, ay filan kəs nazirlər, niyə belə bir yiyintilər eləyirsiniz, niyə bunu eləmirsiniz, niyə qazilər özünü yandırır, qazilər özünü öldürür, niyə onların istəklərini təmin etmirsiniz, niyə veteran pullarını qaldırmırsınız, nə bilim, niyə bunu eləmirsiniz, niyə onu eləmirsiniz, niyə hakimiyyətin üzərinə qışqıra-qışqıra danışa bilmirsən, xalqı zəif görmüsən ki, hə, ona görə belə qışqıra-qışqıra danışırsan, təhqir edirsən xalqı. Hər kəs pislədir, bir dənə sən yaxşıdır dedin, hə? Bütün Salyan cəmaatı bu adamı seçməyib. Heç kim seçməyib, onu təyin olunub ora. Hər kəs də pisləyir. Heç kim də görüşə gedir Salyana görüşə, hər kəs ona üz çevirir. Amma istifadə etdiyimiz atalar sözü var ki, xalqın gözü tərəzidir. Nə oldu, sən bu tərəzidən dəyə görüşdün? Bu işlədiyin media yəqin ki, hansısa deputata aiddir ki, sən bu qədər tərifləyirsən.